Səhərlər yuxudan oyanıb heç işə getmək istəməyən, heç bir şey etmək istəməyən insanın 7-ci taç çakrasının düzgün çalışmasından söhbət gedə bilməz. Bəs 7-ci çakrası, taç çakrası düzgün şəkildə çalışan insanların həyatları necə olur? Birincisi, onlar öz ali mənliklərini, səsini eşidə və məsləhətlərini dinləyə bilirlər. İkincisi, yaradana 100% təslimdirlər və başlarına gələn hər bir hadisənin arxasında bir səbəb olduğuna inanırlar. Üçüncüsü, gələcəklə bağlı heç bir qorxuları yoxdur. Dördüncüsü, enerjiləri həddindən artıq çoxdur və yaratmağa, böyüməyə çalışırlar. Beşinci, daima qorumada olduqlarını bilirlər. Yaradanın onları daima qoruduqlarını, ali qüvvələrin onları daima güvəndə, qorumada saxladıqlarını bilirlər. Altıncı, xəyal etdikləri hər bir şey həyatlarına anında gəlir və reallaşır. Və ən sonuncu, onlar şərtsiz sevildiklərini bilirlər. Onların heç kəsin sevgisinə ehtiyacları yoxdur və sevgi asılılıqları da yoxdur.